900 at gücünde drift canavarı BMW 30. Bugün drift dünyasının efsanesi kimi tanınan BMW 30'un ölkəmizdəki unikal nümunəsi haqqında danışacağım. 900 at gücünde Toyota Supra 2JZ GT R2, xüsusi hazırlanmış turbo sistemi və ölkədə ilk sequential transmisiya ilə təchiz olunmuş bu avtomobil sadəcə driftcar deyil, fərqli bir performans şahesədir. Bu E30'un ürəyi forged piston və şato sayəsində daha yüksək təzyiqə tab yetirə bilir. Custom turbo kollektor gücü maksimum səviyyəyə qaldıraraq turbo lag problemini minimuma endirir. Avtomobildə daha dəqiq və stabil idarə etmək üçün BMW E46'nın rul sistemi, güc balansını optimal saxlamaq üçün BMW 39'un arxa askısı, yüksək sürətlərdə belə maksimum dayanıqlı və təhlükəsizlik üçün Porsche Cayenne'in əylə stili və əlavə olaraq Nissan Scalia'nın arüstördə radiatorla təchiz olunmuş güclü soyutma sistemi sayəsində mühərrik həddindən artıq qızmadan maksimum performans göstərir. Bu E30'un arxa hissəsi tam yüngülləşdirilmiş plastik materialdan hazırlanır. Bu isə avtomobilin çəkisini azaldaraq onu daha aqressiv və çevik edir. Özəlləşdirilmiş body kit və genişlənmiş təkər bazası drift zamanı maksimum stabillik və idarəetmə təmin edir. Alov püskürən egzoz və döngələri tüstü ilə dolduran təkərlər bu avtomobilin səsi və gücü adrenalini zirvələrə qaldırır. Videonu bəyəndinizsə bəyənməyi və şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi unutmayın.